Tam kanal izləyiciləri, bugün Göyçay rayonunda keçirilən ümumi monitorinq sınavının izahını sizlərlə paylaşıram. Birinci sualda deyir ki, 2x üstə gəlsin 3 bərabər 3x çıxılsın 7-yə. Buradan dəyişənləri bir tərəfə yığırıq, ədədləri bir tərəfə, yəni 3x çıxılsın 2x bərabər 3 üstə gəlsin 7-yə. Buradan x də bərabərdir 10. Düzgün cavab 10A variantı. Aşağıdakı ədədlərdən həm 3-ə, həm də 5-ə bölünən ədəd hansıdır? Biz bilirik ki, ədədin 5-ə bölünməsi üçün sonu ya 0 ya 5 olmalıdır. Ona görə A variantı ilə E variantı düzgün variantlar arasında deyil. Və həm də 3-ə bölünməsi üçün ədədin rəqəmləri cəmi 3-ə bölünməlidir. Biz də baxırıq ki, 1605-də rəqəmləri cəmi, yəni 1 üstə gəlsin, 6 üstə gəlsin, 0 üstə gəlsin, 5-in rəqəmləri cəmi edir 12. 12 3-ə bölündüyünə görə, həm də ədədin sonu 5 olduğuna görə bu ədəd həm 3-ə bölünür, həm 5-ə bölünür. Düzgün cavab C variantı. 59-cu sual burada daha yaxşı düşüb. Buradan həll edirik. Deyir 27 üstü 3-də 2. Yəni 27 nədir? 3-ün kubu üzərində 3-də 2. Üstə gəlsin. 16-nı yazıram. 2 üstü 4 üzərində 4-də 3. Çıxılsın. 8-i yazıram 2-nin kubu kimi. Bir də 1 tam 3-də 1 çevirəm. Yazıram 3-də 4 kimi. Yəni 3 üstü 3 vur 3-də 2. Üstə gəlsin 2 üstü 4 vur 4'də 3. Çıxılsın 2 üstü 3 vurulsun 3'də 4. Burada 4'lər ixtisar gedir, 3'lər ixtisar gedir və qalır nə? 3 üstü 2. Üstə gəl 2'nin kubu. Çıxılsın 2 üstü 4. Yəni 9 üstə gəl 8 çıx 16. 17 çıx 16 edir 1. Düzgün cavab 1 D bəndində verilib. Baxırıq nə yazılıb burada. Düzgün cavab D bəndi. Yox, yanlış yazılıb. Deyir ABC üçbucağında, üçbucaq kənarda çəkeyim. AMC. Bura 55 dərəcədir. BCM. Yəni bura 15 dərəcədir. Bizdən ABC-ni, ABC buranı istəyir. Uşaqlar, baxın. Bu üçbucağa görə qalın qırmızını çəksəm. Baxın, bu üçbucağın, baxın, mavi üçbucağın bir xarici bucağı 55-ə bərabərdir. Yəni, bir xarici bucağın 55-ə bərabər olmalı nə deməkdir? Yəni, ona qonşu olmayan iki daxili bucağın cəmi 55-dir. 55-i qonşu olmayan iki daxili bucaq, biri alfadır, biri də 15. Yəni, alfa üstə gəlsin 15 dərəcə, bərabər 55 dərəcəyə. Buradan alfa da bərabərdir 40 dərəcəyə. Alfanın mən ABC bucağını alfanı işarə etdiyimə görə, onda ABC bucağı da 40 dərəcəyə bərabər. Düzgün cavab B bəndi. Deyir, mənfi ədədi göstərin. Mənfi ədədi göstərək. A bəndinə baxsaq, 2 çıx kökdə 3-dür. Yəni, kök altda 4 çıx kökdə 3. B bəndinə baxsaq, 3'ü salsaq kökün altına, yəni olur. Kök altda 18 çıxılsın, kök altda 10. Bunlar hər ikisi müsbətdir. 4 çıx kök altda 11, yəni 16 çıx kökdə 11. Bax, S-ni yazıram. Bu da müsbətdir. 3'ün D bəndinə baxaq, kök altda 7-dir. 2'ni salıram kökün altına, yəni kök altda 4. Bu da müsbətdir. Amma 3 çıxılsın, yəni kök altda 9'da, mən kök altda 14'ü çıxanda mənfi bir ədəd alacağım. Düzgün cavab E bəndi. Bizə də mənfi istədiyinə görə düzgün cavab E bəndidir. Sadə bir sistem tənlik verilib. Deyir 5x çıxılsın y 11'ə bərabərdir. X bərabərdir. X-ə gəl y-də 7'yə bölünür. Uşaqlar, tənliyi sistem tənliyi tərəf-tərəfə toplasaq, alırıq 6x bərabərdir 18'ə, x bərabərdir 3'ə. Bu zaman gətirib x-in yerinə 3 qoyub y tapıram. 3 üstə gəlsin y bərabərdir 7'yə, y bərabərdir 4'ə. Məndən x çıxılsın y istəyir. Yəni 3 çıxılsın 4 bərabərdir mənfi 1. Düzgün cavab A bəndi, mənfi 1. Və biz çevrə istəyib bizdən. Nə deyir? AC, CB, AC. Bura CB-yə bərabərdir. Özümdə çəkim. Bu B-dir, bu A-dır. Bu C'dir və toxunan çəkilib. Buradan D toxunan.
AC CB'ye bərabərdir. ABC. ABC bura 80 dərəcə olur. Bu bərabər yanlış bucaq olduğuna görə CV daxil çəkilir. O zaman bu hissə də 80 dərəcə olacaq. 80, 80, 160 və C bucağı 20 dərəcə olacaq. Bizdən nə istəyir? BAD. BAD-yə baxaq. BAD buranı istəyir. Biz uşaqlar yadda saxlayın ki, toxunanla vətər arasında qalan bucaq daxil çəkilmiş bucağa bərabərdir. Daxil çəkilmiş bucaq 20 olduğundan burada 20 dərəcədir. Düzgün cavab D variantı. Doğru yazılıb. Deyir 40 ədədinin 35%-i işte 40-ı vuruq 35-ə bölürük 100-ə. Sıfırların biri getdi. 4 ilə 10-u xısar etsəm 2, burada qalır 5, burada qalır 2. 35 ilə 5 gedir, burada qalır 1, burada qalır 7. Düzgün cavab 14 B bənd. Doğru yazılıb. Düz xətt üzərində n sayıcı nöqtənin əmələ gətirdiyi parçaların sayı n vurulsun n-1 bölü 2 üstü hesablanır. Düzgün cavab. Şüaların sayı 2-ci üstü ilə hesablanır. Amma parçaların sayı n vurulsun n-1 bölünsün 2 üstü hesablanır və doğru cavab E bəndidir. Deyir ki, kvadrat tənliyin köklərindən biri 3 olarsa, yəni gətiririk x-in yerinə 3 qoyuruq. Yəni 9 çıxılsın 21, üstə gəlsin k, çıxılsın 1 bərabərdir 0-a. Buradan alıram ki, k çıxılsın 13, 9-dan 21 çıxanda mənfi 12, mənfi 2-dən 1 çıxanda mənfi 13 bərabərdir 0-a, k bərabərdir 13-ə. Düzgün cavab C bəndi 13. Bizə də k-nı istəyir, k da 13-ə bərabərdir. Bir ifadədir. Hər ikisinin məxrəci A üstə gəlir 3-dür. Ona görə ortaq məxrəc A üstə gəlir 3-ü götürürəm. Alınır A kvadrat çıxılsın 9. Sürətdə vuruqları ayırsam A çıx 3. A üstə gəlir 3. Bölünsün A üstə gəlir 3-ə. A üstə gəlir 3-dən xısar gedəndə qalır A çıxılsın 3. Düzgün cavab A bəndi doğru yazılıb. Paralelogramın tərəfləri 3 və 8 olarsa onun perimetri düsturu sadə bir misaldır. 2 vurulsun 3 üstə gəlsin 8-ə. Yəni 2 vurulsun 11 bərabər 22-yə. Düzgün cavab E bəndi. Sonra davam edək. 69-cu sual. Deyir x üstə gəlsin 1, x çıxsın 4 kiçik bərabər 0 bərabərsinin tam həllərinin cəmini. İlk öncə bunu sıfırların intervalda qeyd edək. İnterval üstünü tapsaq. Mənfi 1 daxil olduğuna görə. Mənfi 1 bir də 4. 4 də daxildir. X-in baş həddi, yəni müsbət olduğuna görə müsbətdən başlayırıq. Növ sıralamana mənfi müsbət yazırıq. Bizdən kiçik bərabər isə, yəni mənfi olan hissəsi mənfi 1 və 4. Və bizdən tam həllərinin sayını, yəni mənfi 1, üstə gəlsin 0, üstə gəlsin 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl 4. Buradan mənfi 1 ilə müsbət 1 islah olur. Yəni 2 üstə gəl 3, üstə gəl 4, deyir 9. Düzgün cavab B bəndi 9. Deyir 3 ardıcıl cüt ədədin ilk 2-nin cəmi 3-cü ədəddən 6 vahid böyükdür. Birinci olsun 2-in cüt dediyinə görə. İkinci olsun 2-in üstə gəl 2. İkinci olsun 2-in üstə gəlsin 4. İlk ikisinin cəmi 3-cüdən 6 vahid böyükdür. Yəni mən ilk 2-nin cəmindən 3-cünü çıxsam 6-ya bərabər olacaq. Yəni 4-in üstə gəl 2. İlk 2-nin cəmi 4-in üstə gəl 2 çıxılsın 2-in üstə gəlsin 4 çıxanda bu bərabərdir 6-ya. Buradan alıram ki, 4-in üstə gəlsin 2, çıxılsın 2-in, çıxılsın 4, bərabərdir 6-ya. 2-in, çıxılsın 2, bərabərdir 6-ya. Buradan 2-in bərabərdir 8-ə, n də bərabərdir 4-ə. Bu ədədlərin cəmini istəyir. Bu ədədlərin cəmi yerinə qoyub tapa bilərsiniz. Məsələn, 4 qoyanda 8, 10, bir də 12. Və yaxud da verilən bu 3 ədədi toplayıram, n-i gətirib yerinə qoyuram. Onda olur 6n üstə gəlsin 6, yəni 24 üstə gəlsin 6 bərabərdir 30. Baxın inşallah siz 3 bu ədəddə toplasaz bunlar 30 verəcək və yaxud da bu 3-ün toplayıb n-in yerinə 4 qoymaqla siz 30 cavabını alacaqsınız. Düzgün cavab 30 B bəndində verilib.
Sahəsi 71-ci sualda sahəsi 16/3 olan bərabər tərəfli üçbucağın perimetr düsturu. Bərabər tərəfli üçbucağın sahə düsturu budur. A kvadrat vurulsun kök altda 3 bölünsün 4'dür. Bu da 16 kök altda 3'e bərabərdir. Bu kök altda 3'lər getdi. A kvadrat bərabərdir 64'də. Buradan A da bərabərdir 8'də. Çünki uzunluq mənfi olmadığına görə götürürəm müsbət 8'i. Məndən bərabər tərəfli üçbucağın perimetrini istəyir. Bərabər tərəfli üçbucağın perimetr düsturu P bərabərdir 3A'ya. O deyir 24. Düzgün cavab 24 C variantı. Düzgün cavab C variantı yanlış yazılıb. 3 kök altda 7 ədədinin tam hissəsi tapın deyir. İlk öncə mən 3'ü salıram kökün altına. Yəni 9 vurulsun 7. Bu dediyi kökün altında 63. Kök altda 63 hansı tam ədədlər arasında yerləşir? Kök altda 63 8 ilə 7 arasında yerləşir və tam hissəsi 7'dir. Düzgün cavab 7 yazılmalıydı. Buradan bizə bir hədli verilib və qüvvəti deyir 7 olarsa eni tapın. 17 x üstü 1 y'in kubu bir də z üstü n-2. Deyir bir hədlinin qüvvəti dedikdə üstlər toplanır. Yəni 1 üstə gəlsin 3, üstə gəlsin n çıxılsın 2 bərabərdir 7'yə. Buradan n üstə gəlsin 2 bərabərdir 7'yə. N də bərabərdir 5'ə. Bizdən n'i istəyir. N 5'dir. Düzgün cavab 5 doğru yazılıb. Sonra uyğun tərəfləri paralel olan bucaqların fərqi 40 dərəcə olarsa. Uyğun tərəfləri paralel isə fərqi əgər 40 isə demək ki bunların yəni şəkil bu formadadır. Bura alfa, bura betadır. Və bunlar müxtəlif adlı bucaqlar. Çünki eyni adlı bucaqların fərqi 0'a bərabər. Amma burada fərq 40'dır. Müxtəlif adlı bucaqlar olduğuna görə fərq 40'a bərabərdir. Yəni müxtəlif adlı bucaqların cəmi də, yəni alfa üstə gəlsin beta cəmi 180 dərəcə olur. Yəni beta çıxılsın alfa fərqi isə çünki böyükdən beta'yı mən kör bucağı beta dediyimə, iti bucağı alfa dediyimə görə ona görə beta çıx alfa yazıram. Bu da bərabərdir 40 dərəcəyə. Tərəf toplasam alıram 2 beta, yəni alfalar islah olur, bərabərdir 220 dərəcəyə. Buradan beta bərabərdir 110 dərəcəyə və məndən kiçiyini, yəni alfanı istəyir. Gətirib qoysam alfanın yerinə, yəni 180 çıxılsın 110 dərəcə. Bu da bərabər 70 dərəcə. Düzgün cavab 70 dərəcə. Böyüklük 110'dur, kiçik 70 dərəcə. Doğru yazılıb. Turistdir yolun 8'e 5 hissəsini getdikdən sonra qalan istə. Yol x ise bunun getdiyi yol 8'e 5 x-dir. Bəs qalan yol nədir? 8'e 3 hissəsi qalıb. Qalan yol deyir 6 kilometr. Yəni 8'e 3 isə qalan yol 6'ya bərabərdir. Bu tənliyi həll etsək mən bütün yolun uzunluğunu taparam. Buradan 3'dən 6 getdi. Burada qaldı 2. X-ə bərabərdir 16. Bütün yolun uzunluğu 16'ya bərabərdir. Düzgün cavab 16 deyirsən 16 yazılıb da doğru yazılıb. A ilə B-nin natural bölənləri A 18'in natural bölənləri çoxluğu, B isə 15'dən kiçik sadə ədədlər çoxluğu. 18'in natural bölənləri çoxluğun A-ya aitsə bu 1, 2, 3, 6, 9 və 18'dir. B isə 15'dən kiçik sadə ədədlər çoxluğu. Bura aiddir, 2 aiddir, 3 aiddir, 5 aiddir, 7 aiddir və 11 aiddir. Və məndən bunu Euler-Venn diaqramında göstərsək uşaqlar. Bu A, bu B. Kəsişməyə aiddir 2 ilə 3. A hissəsinə yazıram 1, 6, 9 və 18. B hissəsinə yəni yazıram bura 5, 7 və 11. Məndən N, A, B-nin fərqidir. Elementlərin sayı. Burada 4 element var. Yəni 4 üstə gəlsin neçə. Kəsişməni istəyir sayın 2. Düzgün cavab 6. Doğru yazdım.
Qabarıq 8 bucaqlının diaqonallarını say. Düstur budur. N vurulsun n minus 3 bölü 2. Buradan 8 bucaqlı dediyinə görə n 8'dir. Yəni 8 vurulsun 8 çıxılsın 3 bölünsün 2. 8'dən 2 gedəndə qalır 4. 4 vurulsun 5 bərabərdir 20. Düzgün cavab 20 və doğru yazılıb. Deyir əbob AB 15'ə bərabərdir. 2A bərabərdir 3B'yə. Buradan uşaqlar A bərabərdir 3K'ya. B bərabərdir 2K'ya. Gətirib yerinə qoyuram. Əbobu da qoyuram. Əbob A-nın yerinə qoyuram 3K, B-nin yerinə qoyuram 2K. Bərabərdir 15'ə. Burada uşaqlar ortaq vuruq K-dır. K-nı çıxaram. K vurulsun əbob 3, 2. Bərabərdir 15. Uşaqlar, ardıcıl edilən əbobu nəyə bərabər? 1'ə. Yəni K vurulsun 1 bərabərdir 15'ə. Bu zaman K bərabərdir 15. Tapdım ki, K 15'dir. Bunu yuxarı qaldıraq. K 15'dir. İndi məndən əkobu istəyir. Yəni əkob. Onda K 15 onda A olur 45. B olur 30. Əkob 40. A-nın yerinə qoyuram 45. B-nin yerinə qoyuram 30. Məndən 30'dan 45'in əkobunu istəyir. Yəni 45 30'dan əkobu 90'a bərabər. Düzgün cavab 90. Yəni 78-ci sual. Bu kitabça A variantıdır. Yəni əbob AB 15 olan 2A 3B'yə bərabər olsa bu sualın düzgün cavabı 90'dır. Bir 4 usta 6 saat çalışmakla 4 usta 6 saat çalışıp 10 güne. 3 güne 10 saat çalışmak. Bak bura işçini yazıram. Bura saat yazıram. Burada günləri yazıram. Gün 10 10 saat bura. 1 dəqiqə yeri yazdım. 3 3'ü gündə 10 saat. 10 saat bura x saat. İnşallah yadda saxlayın ki, işçi saat və gün məsələlərində bunlar tərs mütənasibdir. Yəni qarşı-qarşıya vurulacaq. Tərs olanda nə olur? Biz qarşı-qarşıya vururuq. Yəni 4'ü vururam 6'ya, vururam 10'a. Bərabərdir 3 vurulsun 10 vurulsun x-a. Onlar getdi. 3 ilə 6 getdi. Burada qaldı 2, burada qaldı 1. X bərabərdir 8 günə. Yəni 3 işçi 10 saat işləməklə həmin işi 8 günə bitirərlər. Düzgün cavab 8 gündür. Doğru yazılıb. Doğru. Deyir, x-in hansı qiymətində kəsrin mənası yoxdur? Kəsrin nə vaxt mənası ola bilməz? Kəsrin o zaman mənası olmaz ki, məxrəc 0'a bərabərdir. Məxrəc nədir? 2x çıxılsın 5 bərabərdir 0'a. Buradan 2x bərabərdir 5'ə. X bərabər 2,5'ə. Və uşaq tam yazdığına görə bu hissəni, həm bu 75-ci sualı, həm də 80-ci sualı tam yazıldığına görə bu tam bal hesab olunacaq. Doğru yazıb. Açıqlamasının yanında öz kartikasında qeyd edib. Düzgün cavab 2,5. Yəni siz də əgər bu formada yazmışsınızsa, yəni 80-də 79'u da düzgün cavab kimi, yəni tam bal 2 düzə vurularaq hesablanacaq. Və sonuncu sual 81'də deyir ki, bərabər yanlı trapesiyanın bərabər yanlı trapesiyanın bilir ki, 30 pişik bucaqları bərabərdir. Yanlar bərabərdir. Və kiçik otacağı 9'dursa, yanları 4'dür. İti bucağı 60 dərəcədir. Bizim trapesiyanın perimetrini istəyir. Uşaqlar, biz buradan bizə bilirik ki, bərabər yanlı üç bucaqda çəkilən hündürlüklər bir-birinə bərabərdir və bərabər hissələr ayırır. Baxın, bu hissələr bərabərdir. Burada bir düz bucaqlı üç bucaq alınır. Uşaqlar, bura olur onda 30 dərəcə. Bizə bilirik ki, bu düz bucaqlı üç bucağa görə
30 bucaq qarşısında duran katet, yəni hipotenuzun yarısına bərabər. Hipotenuz 4 olunan bu hissə 2-dir. O zaman burada 2-yə bərabərdir. Dedim axı, düz bərabərliyin üst bucaqda hündürlüklərin oturacaqdan ayırdığı hissələr bir-birinə bərabərdir. Və baxın uşaqlar, bunu başqa rənglə göstərim. Burada düz bucaqlı alındı. Düz bucaqlı da biz bilirik ki, qarşı tərəfə bir-birinə bərabərdir. 9 zat qarşıda 9 olmalıdır. Demək ki, nə oldu? Trapesiyanın böyük oturacağı oldu 13, kiçik oturacağı oldu 9. Bizim perimetr istəyir. Perimetr nədir? 4 üstə gəl 9, üstə gəl 4, üstə gəl 13. Bu da bərabərdir. 4 üstə gəl 4 eləyir 8, 8 üstə 9 17, 17 üstünə 13 gələndə eləyir 30. Düzgün cavab 30-dur. Üç bucağın perimetr düsturu 30-a bərabərdir. 30-a bərabərdir. Yəni həllini də bu formada yazan uşaqlar üçün tam bal hesablanacaq.